Salam əziz dəyərli izləyicilər. Bugün sizə balıqlar bürcünü təqdim edirəm əzizlərim. Gözəl balıqlar. Bax, bir yolunuz var. Bir açar əlinizə alacaqsınız. Bax, bu bir yolu fikirləşirsiniz. Ya köçmək barəsində fikirləşirsiniz, ya ev almaq barədə fikirləşirsiniz, ya maşın almaq. Bir açar əlinizə almaq istəyirsiniz. Bax, əzizim, bu həftə siz üçün həyatın görünən tərəfi ilə yanaşı görünməyən qatları da aktiv olacaq. Bax, burada fincana baxdıqda sakit bir su səthi görünür. Amma diqqətlə baxdıqda bu suyun altında hərəkət edən elə bir kölgələr, axınlar, işıq parçaları seçilir. Bu sizin vəziyyətinizi əks etdirir. Zahirdə sakit, amma daxilinizdə böyük bir dəyişiklik prosesi gedir əziz balıqlar. Bax, sizin daxilinizi göstərir bax fincan. Bir tərəfiniz keçmişdə qalıb, hisslərə bağlıdır. Digər tərəfiniz isə sizi yeni bir həyata çağırır. Bu həftə iki enerji arasında seçim etməyə qaçılmaz olacaq sizlər üçün. Elə bir sizin güclü intuisiyanız var. Yuxunuzda emosional dalğalanmalar maksimum səviyyədə olacaq. Siz bəzən səbəbsiz yerə kədərlənirsiniz, bəzən izah olunmayan bir rahatlıq hiss. Bu daxili təmizlənmənin əlamətidir əziz balıqlar. Bax, spiral kimi fincanın ortasında nöqtə görünür. Bu sənin ruhani bir oyanışı simvolizə edir. Bu artıq əvvəlki kimi, sən əvvəlki kimi hiss etmirsən, əvvəlki kimi düşünmürsən. Həyat elə bir sizi dəyişdirir. Siz bu dəyişimi hiss edirsiniz. Çalış özünüzü yormayın, hər şeyi anlamağa çalışmaq əvəzinə hiss etməyə icazə versən zehnini, ürəyi. Bir sevgi həyatınızda qarşılıqlıq, qeyri-müəyyənlik göstərir. Siz hiss edirsiniz ki, qarşı tərəfin nə hiss etdiyini tam anlaya bilmirsiniz. Əgər münasibətin var, sevgilin var, partnyorun varsa, aranızda anlaşmamazlıqlar ola biləcək. Sanki siz daha dərin hissləyəcəksiniz, daha səthi yanaşacaqsınız. Bu fərq sizi incidə biləcək. Aranızda düzgün ünsiyyət qurularsa, əgər münasibət düzəlməyə doğru göstərir. Yəni, subay olan balıqlarsa, güclü bir enerji var burada, ruhani bağ. Bu adi bir tanışlıq deyil, bir tanışlıq ola biləcək. Bu insan sizin həyatınıza daxil olduqda sanki onu əvvəldən tanımış kimi hiss edəcəksən. Bu əlaqədə sizi dəyişə biləcək. Bu əlaqə həm şəfa verə biləcək, həm də sizi sınağa biraz çəkə bilər. Bax, siz bu həftə sınana bilərsiniz. Ailədə, qohumda münasibətlər, sizi aşağı çəkən insanlar var. Bax, köhnə evdir, köhnə evin yanında da su dalğaları var. Bu ailə ilə bağlı köhnə xatirələrin, emosiyalarınızın yenidən üzə çıxmasını göstərir. Bir qadın fiquru, bir ana, bəlkə də ana rolunda olan biri ilə bağlı bir hadisəni göstərir, bir qadın. Onunla bağlı bir mövzu sizi həm təsirləndirə biləcək, həm düşündürə biləcək. Bax, burada bir balaca gizli bir otaq var. Ailə daxilində bir sirrin ya gizli qalan bir həqiqətin ortaya çıxmasıdır əzizim. Məsələn, deyim ki, hər şey üzərinizə salmayın. Bəzən başqalarının danışdığını yük sizə aid olmur, siz içinizə salırsınız. Dostluqda, sosial çevrəndə bir bulanlıqlı fiqur. Bu sosial çevrəndə qeyri-müəyyənliyi göstərir. Kim səmimidir, kim səmimi deyil. Bunları aydın hissləyəcəksən. Dostunuzun əsl niyyətini ortaya çıxara biləcəksən. Bu sizi biraz məyus edə bilər. Əslində, bu siz onu bilməyinizi, rəfiqənizi, dostunuzun nə cür olduğunu bilməyinizin sizin uğurunuzdur. Yəni, məyus etməsin sizi. Sizin qazanmağınızdır. Həyatına yeni bir insan gələrək, sakit, anlayışlı biri ola biləcək, sizə uyğun gələ bilər. Düzdür, sizin qədər dərin deyil, amma enerjinizi qoruyun. Bax, iş, maliyyə ilə, gündəlik həyat,
Yavaş-yavaş gedən işləriniz ola biləcək. İş həyatında sakit amma davamlı inkişaflı addımlar atırsınız. Siz tələsmək istəsəniz də bu həftə hər şey öz axarına gedəcək. Yeni bir fikir, yeni bir təklif görünür, amma bu təklif tam aydın olmayacaq. Onu qəbul etməzdən əvvəl daha çox araşdırmaq lazımdır. Düzdür balıq. Çox araşdırmağı sevirsən, araşdırırsan, amma bu dəfə də çalış araşdırmanı saxlama. Maddiyyat baxımından diqqətli lazımdır olasan. Xüsusilə emosional qərarlarla bağlı xərclər arta bilər. Səbirli olun, hər şey zamanla formalaşacaq. Qonşuluq yaxın çevrən fincanın kənarında pərdə arxasında hərəkət edən kölgələrdir. Bu sizin haqqınızda danışılan sözlər göstərilir. Bəziləri sizi anlamaq ya da dediqodlara səbəb ola bilər. Hər kəsin sizi anlamasını gözləməyin. Siz fərqlisiniz çünki. Bu sizin gücünüzdür ki, siz fərqlisiniz. Yəni hamı kimi deyilsiniz. Mayın birinci yarısında sizdə önəmli rol oynayan işləriniz ola biləcək. Arxa plana keçirtməyə vaxt tapacaqsınız. Yəni arxa plana da keçirməsən yaxşı olar, işlərini həll eləginən. Sevgidə olan gərginliklər dəf edəcəksən. Ədalət prinsiplərinə söykənəcəksən. İstədiyin reallaşma üzrə ola biləcək. Sədaqətli ortaqlığı qazana bilərsən. Mayın elə bir ki, rəqəm çıxdığına görə deyirəm, 5-i, 9-u, 12-sinə diqqət et, uzaq dur, mübahisələrdən uzaq dur. Harada mübahisə var, dava-dalaş var, sözünüzü səhv başa düşən insanlar var, onlardan uzaqlaşacaqsınız. Səmimiyyət hissiniz artacaq, yalanlardan uzaq durun. Mayın 21-dən sonra yarım qalan problemləri həll yolundan tapacaqsınız. Gərginliyi dəf edirsiniz, sevimli anlar ola biləcək, ilk baxışda kim necə olduğunu biləcəksiniz, anlayacaqsınız. Yalandan gülən insanlar, pislik etməz deyərək onları tanıyacaqsınız. Bəzən işlərinə taxılıb qalırsan, təmiz niyyətin var, egon yoxdur, qərarlısan, əməyivin qarşılığını alacaqsan. Çalış evdə nanəni qaynat, nanə iyi evə qoxsun bu həftə. Bir də nanə suyunu evin künclərinə çilə, əziz balıq. Xəyalların var, ilham gələcək sənə, özünü kəşf edirsən, güclənəcəksən, birinə yol göstərə bilərsən, bağışlanma enerjisi gələcək sənə. Çalış anlaşmaya getkinən, özünü ifadə etməyə bacar, çox çabalayacaqsan. May ayı bəziləriniz üçün çox gözəl ola biləcək, zirvəyə doğru gedəcəksən, dəstəklənəcəksən. Xəyallarına addım atırsan, may ayında edə bilmədikləri və edə biləcəksən, qapıların açılır. Amma edə bilmərəm sözünü deyənlərə biraz qapılar zəif açılır, yəni bağlı kimidir. Amma ki, may ayında bəzi balıqlara qapılar açıqdır. Sınaqdan çıxırsan, xəyallarının içindən də çıxa biləcəksən, verə bilmədiyin dərs sınağından da keçə bilərsən. Uzaq məsafədə sevdiyin insan və ya yaxın çevrənlə əlaqəli biraz diqqətli ol. Riskli bir dönəmdir. Bax, rəqəm çıxdı deyirəm əzizim. 15-i 16-sı gərginlik. Yəni, durduğun yerdə anidən bir gərginliklər, dava, dalaşlar, söhbətlər ola bilər. Maşınla da yola çıxmaqda, sürməkdə diqqətli ol. İmzalara da o dediyim tarixləri yazın bir yerə, diqqətli olun. Ev dəyişimi, ev ala biləcəksənmi, kiraya çıxırsanmı, kiraya mı verirsən, mayın axırlarına çəkəcək bu məsələlər. Övlad xəbəri mayın axırına çəkə biləcək, evdən çalışıb, onlayn çalışanlar ola biləcək, dediqodlara diqqət et, yaxın çevrənə, çox danışanlara, biraz sərt olma, altdan al ginən əzizim bu həftə. Dediqodlar içində də qalma ginən. Bütün sinsiz, yəni pis niyyətlik, yəni bəlirsizliklər ortadan qalxacaq. Xəyal qırıqlıqlarında ola bilər. 31-də çalış, biraz dürüst ol hər bir şeylərə. Çünki nə qədər dürüst insanlarla oturub dursan, sənə uğur gəlir. Sən tərəfə uğur gəlir əzim. Yuxularınızı qarışdıra bilərsiniz bu həftə. Tez-tez bəlkə də su görürsünüz, təkrarlanan nömrələr, rəqəmlər görürsünüz. Bunları görərsiniz, duran kimi suya danışın. İç səsinizə güvənin. Yəni, heç vaxt olmadığı qədər doğru istiqamətə aparacaq bu kainat sizi. Bu həftə siz üçün ruhani oyanış, emosional təmizlənmə, daxili aydınlıq həftəsidir. Siz ağır, köhnə enerjiləri buraxmalısınız. Yeni bir mərhələyə keçid etməlisən, əziz balıqlar. Həyat sizə deyir ki, ya keçmişdə qal, eyni hissləri yaşa, ya da burax, azadlaş. Azad ol ginən əzizim. Suda suyun içindən bir işıq var. Bu sizin ruhunuzdur. Nə qədər qarşılıqlıq olsa da sizin içinizdə həmişə bir işıq var, əziz balıq. Siz o işığı elə bir ki, tapsanız, artıq heç nə sizi çaşdıra bilməz.
Bax, çalış əziz balıq, özünə çox güvən, güvənsizlik yaratma. İnanaraq gözəl addımlar at ginən əziz balıq. Həyat yoldaşınla aranda bəzi problemlər ola bilər və ya həyat yoldaşın qohumlarla əlaqəli problemlər ola bilər. Bunu yan keçin, yəni altdan alın, səbirli olun, bir-birinizə keçməyin. Ömür qısadır, bilmirik gecə yatırıq, səhər duracaq ya yox. Ailədə olan anlaşmamazlıqları kənara qoyacaqsınız. Şübhələrinizi kənara qoyun ginən. Ailə içindən birilərin dırdır eləməyi, yəni dözə bilmirsiniz. Çox danışmağını səbirləyə bilmirsiniz. Evdən gedə bilərsiniz və ya biraz gəzib dolaşıb sonra evə qayıda bilərsiniz. Təbiətdə gəzin. Yəni hər işinizə qarşı, hər işinizdən sorğu cavab alır. Düzdür, sakitsiniz. Deyirsən, mənimlə heç kimin işi olmasın, mənim də heç kimlə işim olmaz. Mərhəmətlisiniz, başa düşənsiniz insanı. Amma bəzən elə bilirsiniz ki, sizi başa düşmürlər, anlamırlar. Uzaq yerdəsənsə, uzaq ölkədəsənsə, öz vətənin üçün, öz ölkən üçün, yəni darıxırsan, sıxılırsan, bəzi sənət işlərinizi həll edəcəksiniz. Öz vətənəmə, ölkənəmə qayıtmaq istəyəcəksiniz. Ya bəziləriniz başqa xaricə, başqa yerə getmək üçün viza, pasport işlərinizi, sənədlərinizi həll edəcəksiniz. Ev sənəti ilə əlaqəli çıxarışınızı həll edəcəksiniz. Biraz geç çəkir, amma həll edəcəksiniz əzizim. Evi satmaq istəyirsiniz, çoxdan satmaq istəyirsiniz, amma gələn gedənlər gəlir, gedir, amma alış yoxdur. İnşallah ki, evinizi dualar edin, dualar oxuyun, zikirlər edin, evinizə alıcılar gələcək. Bir iki ay səbirliyin əzizlərim. Bir də torpaq yeriniz var. Ya alacaqsınız, ya satmaq istəyəcəksiniz, sevinəcəksiniz əzizim. Övladınızın sınağından sevinəcəksiniz, qürur duyacaqsınız evladınızla. Uzaqdan da bir üzüntü xəbər eşidə bilərsiniz. Gəlin bunu biz sevinç göz yaşına sayaq, yəni xoş xəbər sayaq, pis yozmayaq əzizim. Bir sənət işlərinizə də, imzalara da biraz diqqət edin əzizim. Diqqətinizə görə var olun, sağ olun.